Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Doğru xəbər Azərbaycan bildiyir ki, açıqlamada deyilir. Ölkə ərazisində yağışlı və qarlı hava şəraiti davam edir. Qar örtüyünün hündürlüyü Şahbuzda 50 sm, Qaxda 28, Daşkəsəndə 20, Göygöldə 18, Gədəbəy 15, Ağdam 14, Lerik 10, Tərtər 9, Şamaxı Yardımlıda 8, İmişlidə 7, Qubada 6, Goranboy Xızı Xaltanda 4, Naftalan Qobustan 3, Gəncə, Bərdə, İsmailli, Qəbələ, Qusar, Şəmkir, Sədərəkdə 2, Mingəçevirdə 1 sm-dir. Düşən yağıntının miqdarı Lənkəranda 23, Cəlilabad Biləsuvarda 16, Astarada 15, Göyçayda 14, Neftçala Zərdabda 13, Sabirabad Şərurda 12, Oğuz Ağsuda 9, Beyləqanda 8, Yevlax Kürdəmirdə 5, Ağstafa Şahtağ Şabranda 3, Naxçıvanda 2, Şəki Zaqatala Ceyrançöl Tovuz Ordubad Balakən, eyni zamanda Bakıda və Abşeronda isə 1 mm-dir. Göygöl, Tərtər, Yevlax, Göyçay, Şamaxı, Quba, Qusar, Qırız, Qax, Şəki, Oğuz, Balakən, Şəmkir, Daşkəsən, Şərurda duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 500 metrə qədər məhdudlaşır. Ölkə ərazisində müşahidə edilən yağıntının fevralın 11 axşamdan tədricən kəsiləcəyi, 12-si 13-də havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun nisbətən yüksələcəyi gözlənilir. Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmaillidə qar müşahidə olunur. Fasilələrlə yağan qar səhər saatlarından etibarən daha da intensivləşib. Azərtac xəbər verir ki, güclü qar səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yoluna canlı qüvvə və texnika cəlb olunub. Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində sərt enişli yoxuşlu və dolaylı ərazilərdə, həmçinin İsmailli-Lahıc və Muğanlı-İsmailli avtomobil yollarında buzlaşma müşahidə edilir. Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və zərurət olmadıqda yaxın 2 gün ərzində uzaq səfərləri təxirə salmaları tövsiyə olunur.